Salam hörmətli tamaşaçılar, günün nəbzi xəbər proqramında sizləri xoş gördük. Sizinlə mən Ruqiyyə Əmirli. Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə Nazirləri arasında Ankarada birgə təlimlərin əhəmiyyətini vurğulayıblar. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə Nazirləri arasında bu formatda görüşlər 2014-cü ildən etibarən mütəmadi şəkildə keçirilir. NATO Rusiya sərhədlərinə patrul uçuşları həyata keçirən pilotlara, sərhəddi pozan Rusiya təyyarələrinə və pilotsuz uçuş aparatlarına atəş açmağa icazə verə bilər. Financial Times yazır ki, Alyans hava məkanının pozulması hallarının artmasına cavab olaraq bu addım müzakirə edilir. Məsələ Rusiya ilə sərhəddə olan dövlətlər tərəfindən qaldırılıb və Böyük Britaniya ilə Fransa tərəfindən dəstəklənir. Nəşrin məlumatına görə cavab variantlarından biri Rusiya sərhəddi yaxınlığında hərbi təlimlərin keçirilməsi ola bilər. Qərarın rəsmi elan olunmadan qüvvəyə minəcəyi ehtimal edilir. Həmçinin Avropa Parlamenti Rusiya təxribatlarına qarşı sanksiyaları və hava təhdidlərinə cavab tədbirlərini dəstəkləyən qətnamə qəbul edib. İsrail hökuməti Qəzzada atəşkəs və girovların azad edilməsi haqqında razılaşmanı təsdiqlədi. Times of Israel nəşrinin məlumatına görə, İsrail hökuməti Qəzza zolağında Həmas tərəfindən saxlanılan girovların azad olunmasını və atəşkəsin elan edilməsini nəzərdə tutan sazişi təsdiqləyib. Baş nazir dəftərxanası bildirib ki, razılaşma artıq İsrail və Həmas arasında rəsmi şəkildə ratifikasiya olunub. Mənbələrin məlumatına əsasən sənədin lehinə Nazirlər Kabinetinin əksəriyyəti, o cümlədən əvvəllər bu təşəbbüsə qarşı çıxan bəzi nazirlər də səs verib. Razılaşmaya görə Qəzza zolağında atəşkəs hökumətin qərarından sonra 24 saat ərzində qüvvəyə minəcək. İsrail ordusu həmin müddət ərzində əvvəlcədən razılaşdırılmış sərhədlərə geri çəkiləcək. Bundan sonra 72 saat ərzində Həmas bütün İsrailli girovları azad edəcək və həlak olmuş İsraillərin cəsədlərini qaytaracaq. Qarşılığında İsrail Fələstinli məhbusları azadlığa buraxacaq. Bugün olan buraxılışımızın da sonuna gəldik. Yeni gündə günün nəbzi xəbərlərində görüşmək ümidi ilə sağ olun, salamat qalın.